أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين وباعث الأنبياء والمرسلين خالق السماوات والأرضين والصلاة والسلام على النبي الأمي العربي المكي الأبتحي التهامي السراج المضيء الكوكب الدري أبي القاسم محمد وعترته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الله تبارك وتعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. وكنتم أزواجا ثلاثة فأصحاب الميمنة ما أصحاب الميمنة وأصحاب المشأمة ما أصحاب المشأمة والسابقون السابقون أولئك المقربون في جنات النعيم ثلة من الأولين وقليل من الآخرين. صدق الله العلي العظيم. Allah təbarəkə və təala əzamızı qəbul eləsin inşallah. Gələn günlərimizi xeyrə mübəddəl eləsin. Allah təbarəkə və təala bu günə qədər hər kəs nə növ'i xidmət göstərib Əbi Abdullah əleyhissalamın əzasına xatir Allah Teala dərəcəyə qəbul yetirsin. Bizim adlarımızı Əbi Abdullah əleyhissalamın zəvvarlarının, əzadarlarının cərgəsində yazsın inşallah. Ayə-i şərifə Vaqiə surəsindəndir. Vaqiə surəsi çox ağır surələrdən biridir. Quranda 4 dənə ağır surəmiz vardır. Ağa Rəsulullah sallallahu aleyhi və səlləmdən sual elədilər ki, ya Rəsulallah, niyə belə tez qocaldın? Həzrət 63 il ömr eləyibdi. Amma tez qocalıbdı Həzrət. O zəhmətlər, o əziyyətlər, o musibətləri ki, ağamız çəkibdi, özü buyurur ki, ma uziyə nəbiyyün bimisli ma uzitu. Peyğəmbərin şəhadəti yaxınlaşır. Heç bir peyğəmbər mənim qədər əziyyət çəkməyibdi. O qədər ki, mən əziyyət çəkmişəm, mənim qədər heç bir peyğəmbər əziyyət çəkməyibdi. Bəli, Rəsulullah sallallahu aleyhi və səlləm ki, əşrəf-i məxluqat-ı cahandır, Allah təbarəkə və təalanın yaratdığı məxluqatın içərisində ən şərəflisidir. O bu dünyada əziyyət çəkibdi. Bu dünyada gərək rahatlıq axtarmayasan. Allah Teala bu dünyada rahatlıq qoymayıbdı. Bir şey ki, bu dünyada yaratmayıbdı, qoymayıbdı, onu axtarmağa dəyməz. Onun üçün çalışmağa dəyməz.
nisbətən insan görərsən rahat olar. Bir gün rahat olar, bir gün əziyyətli olar. Bu dünya belədir. Bu şeylər bir şeylərdir ki, bunların hamısını pul da, mal da, dövlət də, elm də həll eləmir. Çox elmli insanlar olub ki, əllamə-i dəhr olublar, amma əziyyətlə ömr eləyiblər. Çox pullu insanlar olub ki, amma əziyyətlə ömr eləyiblər. Pul çoxaldıqca da biraz dərdisər çoxalar. Heç vaxt artıq pul olmayıbdır. İnsana ki, dövlət verilir, ruzu verilir, pul verilir, onların heç biri artıq deyil. Hər bir şeyin öz yeri vardır. Ağa Rəsulullah buyurur ki, soruşdular Həzrətdən ki, ya Rəsulallah, niyə belə tez qocaldın? Həzrət buyurur ki, məni 4 dənə surə qocaltdı. Biri Hud surəsidir. Hud surəsi məni qocaltdı. Çünki qiyamət ayələri nazil oldu. Şüəra surəsidir, məni qocaltdı. Vaqiə surəsidir, məni qocaltdı. Və bir də Nəbə surəsi, Əmmə surəsi, o da məni qocaltdı. Ağır surələrdir, çox ağır surələrdir. Bu surənin haqqında vardı ki, hər kəs bunu hər gün axşam oxusa, Əli əleyhissalamın dostlarından olar. Qiyamətin günündə Həzrət Əli əleyhissalamın dostlarından olar. Və hər kəs bu surəni oxusa, dünyada olan çətinlikləri, əziyyətləri, fəqirlikləri hamısı bərtərəf olar. Bir günləri Abdullah ibn Məsud xəstələnmiş idi. Allah rəhmət eləsin onu. Peyğəmbər sahabəsi idi. Osman getdi onun iyadətinə. Osman əvvəlcədən ona əziyyət eləmişdi. Peyğəmbər sahabəsinə. Sonra getdi onun iyadətinə ki, xəstələnmiş idi. Gəldi, yetişdi, dedi ki, nə edim səndən ötürü, necəsən? Dedi ki, yaxşıyam, əlhəmdülillah. Dedi, nə edim səndən ötürü? Dedi, heç bir şey. Təbib götürüm, dedi, təbibim məni xəstə eləyibdi. Haman xəstəliklə də elə Abdullah ibn Məsud vəfat elədi. Dedi, təbibim məni xəstə edibdi. Dedi, ehtiyacın varsa sənə bir az Beytülmaldan pul göndərim, ehtiyaclarını ödəyəsən. Dedi ki, Osman, o vaxtı ki mənim ehtiyacım var idi, sənə dedim, vermədin. İndi mənim ehtiyacım yoxdur, istəmirəm. Dedi, ey beləməz, sən istəmirsən, qızlarından ötürü, qızların vardı, köçürdəcəksən. Onlardan ötürü cehiziyyə falan alarsan, toylarını eləyərsən. Dedi, onların da ehtiyacı yoxdur. Mən Rəsulullah sallallahu aleyhi və səlləmdən eşitdim ki, hər kəs Vaqiə surəsini hər gecə axşam oxusa, onun hacətləri bərtərəf olar. Ehtiyacları bərtərəf olar, aradan gedər. Və mən qızlarıma öyrətmişəm Vaqiə surəsini, hər gün oxuyurlar. Onların sənin Beytülmal və ehtiyacı yoxdur. Bəs Həzrət də buyurur İmam-ı Sadiq əleyhissalam ki, hər kəs Vaqiə surəsini oxusa, onun ehtiyacı bərtərəf olar və Əmirəl-Müminin əleyhissalamın dostlarından olar. Və bir də rivayətdə var ki, hər cümə axşamı Vaqiə surəsini oxumaq yaxşıdır. Məxsusən bizim bu bir namazımız var. İşa namazının nafiləsi 2 rəkətdir. Oturan yerdə qılınar. Yaxşı olar ki, Vaqiə surəsini 1-ci rükətdə oxuyasan. 2-ci rəkətdə də Qul Huvallah Təvhid surəsini oxuyasan. Eləyər nə qədər? Bu 96, o da 5. 100 rəkət, 100 dənə ayə oxumuş olursan. Və o rəvayətə də əməl eləmiş olarsan ki, axşamlar müstəhəbbidir insan 100 dənə ayə Qur'an-ı Kərimdən tilavət eləsin, salavat zikr eləyən.
Niyə görə bu surə-i mübarəkə Peyğəmbəri qocaqdı? Niyə görə belə bir ağır surələrdən biridir? Özdə Həzrət Əli əleyhissalamın vilayətinə dəlalət eləyən, fəzilətinə dəlalət eləyən surələrdən biridir. Çün adından məlumdur, vaqiə, yəni bir şey ki, vaqe olacaq. Qiyamət günü vaqe olacaq, baş verəcək. Buyurur, İza vəqəətil vaqiə, o zamanı ki, vaqiə baş verdi, qiyamət günü baş verdi, leysə li vəqəətiha kazibə, ki, onun baş verməkliyində bir yalan yoxdur, həqiqətən baş verəcək, görəcəksiniz. Xafizətun rafiə, bəzilərini aşağı salacaq, bəzilərini qaldıracaq, yəni yer təlatümə gələcək, bəziləri qalxacaq, möminlər qalxacaqlar, kafirlər xafiz olacaqlar. İza rüccətil ərzu rəcca, zamanı ki, yer bir zəlzələyə gəldi, bir-birinə dəydi. Yerin zəlzələsi, burada görürsən 5 saniyə, 10 saniyə, 20 saniyə bir dənə zəlzələ olur, hamısını qorxuya salır, elə deyilmi? Amma qiyamət gününün zəlzələsi bu zəlzələlərdən olmayacaq. Allah Teala Qur'an-ı Kərimdə bir yerdə buyurur, Həcc surəsindədir. Ya eyyuhən-nas ittəqu rabbakum. Ey insanlar, qorxun Pərverdigarınızdan. İnnə zəlzələtəs saati şey'un azim. Ki qiyamət gününün zəlzələsi çox böyük bir şeydir. Elə belə deyir qiyamət gününün zəlzələsi. Salavat zikr eləyək, ayəni üzündən oxuyaq. Bir salavat da zikr eləyək inşallah. Ya eyyuhən-nas ittəqu rabbakum. Ey insanlar, qorxun Pərverdigarınızdan. İnnə zəlzələtəs saati şey'un azim. Ki həqiqətən qiyamət gününün zəlzələsi böyük bir şeydir. Yevmə tərəvnəhə təzhəlu kullu murzi'atin əmmə ərzəət. O gündə görərsən sən ki, qiyamətin günündə hər süd verən öz balasını atır. Süd verdiyi balanı. Ana görərsən ki, nə qədər təhlükə olduqcan balasını sinəsinə sıxar. Amma qiyamətin günü elə bir vaqiədir ki, elə bir baş verəcək ki, o gündə görəcəksən ki, ana balasını atdı, qaçdı. Yevmə tərəvnəhə təzhəlu kullu murzi'atin əmmə ərzəət və təzə'u kullu zati hamlin hamləhə. Hər boynunda balası olan öz balasını salacaq. Hər hamilə öz balasını salacaq. İstəyir insan olsun, istəyir başqa heyvanlardan olsun. O günün xofundan. Və tərən nasə sükara, və insanları görəcəksən ki, sərxoş gedirlər yolu. O tərəf, bu tərəfə gedirlər. O gündə. Və mahum bisukara, onlar için məst olmayıblar, o cürünə gedirlər. Vəlakinnə əzabəllahi şədid. Çün Allah təbarəkə və təalanın əzabı o qiyamət günü şiddətlidir, ona görə o cürünə gedirlər. Əzabın şiddətindən və qiyamət gününün zəlzələsi elə belə bir şey deyil. Zəlzələ surəsində Allah Teala buyurur ki, İzâ zulzilətil ərzu zilzâləhâ və əxrəcətul ərzu əsqâləhâ və qaləl insanu mâləhâ yevmə izin tuhaddisu əxbārəhâ bi ənə rəbbəkə əvhâləhâ. Ki, qiyamətin günündə yer kürrəsi bir zəlzələyə gələcək ki, biz zəlzələyik ki, zəlzələ olar, nəinki bu gördüklərimizdən. Bəs İzâ rüccətil ərzu rəcca, indi yer ki, bu cürünə o dəhşətli zəlzələyə gəldi, yer aşağı yuxarı oldu, biri-birinə çırpıldı və bussətil cibalu bəssa, dağlar qovzanacaq göyə, qalxacaq göyə, atılacaq. Dağlar bilirsiniz nədir? Dağlar yeri sabitləşdirən bir şeydir. Ağa Əmirəl-Müminin buyurur ki, yerin yaranışı haqqında
Nəhcül Bəlağədədir. Çün Allah Taala yeri yaratdı, insanlar onun üzərində asudə yaşamaqdan ötürü titrəməsin, yer əsməsin, dağılmasın, uçulmasın, cəmaatı o üzündən bu üzünə atmasın. Allah Taala yeri çəkdi, mıxladı. Buyurur: "Və səxxərəs suxurə məyədana ərzi." Allah Taala böyük daşları yerin təkinə vurdu, mıxladı ki, ta insanlar asudə yaşasınlar. Qur'an-ı Kərimdə də buyurur Əmmə surəsində: "Ələm nəc'əlil ərzə mihada vəl cibalə avtada." Aya yeri mən üçün məhd qərar vermədim və dağları mən vəl cibalə dağları qərar vermədim avtada, mıx qərar vermədim yerin təkinə mıxlayıb sizin asudə yaşamağınızdan ötürü onları mən o cürünə qərar vermədim aya sizdən ötürü. Niyə görə şükr eləmirsiniz? Niyə görə namaz qılmırsınız? Niyə görə sözümə baxmırsınız? Nə vaxt ayılacaq insan bəşər övladı? 124 min peyğəmbər gəldi, ayılmadı bu insanlar. Hələ bir gəldilər, balalarını da öldürdülər. Hələ gəldilər, bir özlərini əziyyət elədilər. Və büssətil cibalu bəssa, və dağlar qovzanacaq yerdən biri-birinə dəyəcək havada fəkanət həbaən münbəssa, parça-parça olub havada biri-birinə toqquşacaq və həbaən münbəssa olacaq. Bir tozu ki dağılıb uçub gedəcək havada. Dağlar puç olacaq. O gündə Allah Taala buyurur ki: "Və kuntum azvacan salasə." 3 tayfa olacaqsınız siz. 3 tayfa, 3 dəstəyə bölünəcəksiniz. Bizə deyir Allah Taala. Biz 3 tayfa olacaq. Xub, onlardan biri fəshabul meymənə, sağ tərəfin adamları. Sağ tərəfin adamları, yəni ki, onlar ki, əməl kitabçaları sağ əllərinə veriləcək. Xub, ma əshabul meymənə, o əshab-ı meymənə nə meymənədir, nə gözəldir onlar. Və alacaqlar kitablarını, şad olacaqlar, sevincək olacaqlar, qayıdacaqlar, gələcəksən yanma, biz də dayanmışıq bir tərəfdə, gözləyirik bizim də kitabçamız gəlsin, qorxuruq, qiyamət günüdür, başlayıb, şuru eləyib, hesab verəcəyik, əvvəlcən kitabçalarımız verilir, sən alacaqsan kitabı, gələcəksən, deyəcəksən, mənim sağ əlimə verdilər, ha omu qura o kitabiyə, alın, baxın mənim kitabıma, niyə görə? Niyə görə sənin sağ əlimə verildi kitab? Çünki mən hər gün gəlirdim, məsciddə namazımı qılırdım, ibadət eləyirdim, tərazunu düz çəkirdim, heç kəsi aldatmırdım, heç kəsin irzi namusunda işim yox idi, heç kəsi pisliyini istəmirdim, hamıya yaxçılıq eləyirdim, hərdən qazandığımdan aparırdım fəqirlərə, qonşulara, qardaşlara, bacılara paylayırdım. Bu cür nə olmuşam mən dünyada? İnni zənəntu ənni mulaqin hisabiyə. Mən belə güman eləyirdim ki, qiyamətin günü hesab verəcəyəm. Ona görə dünyada hesab kitabımı möhkəm eləmişdim mən. Vallah uzunun vaiyə. Vallah çətindir, həqiqətən çətindir. Həqiqətən çətindir. Səlavaz zikr eləyək. Bir salavat da zikr eləyək. Bir ayə-i şərifə oxuyum üçün Qur'an-ı Kərimdən. Bəlkə bir fayda verə. Allah Teala buyurur: "İnna lamma taqal ma'u hamalnakum fil cariyə linec'alaha lakum tezkireten ve ta'iyaha uzunun va'iyə." Bu ayə-i şərifə Əl-Haqqə surəsindədir. Qur'an-ı Kərim əvvəlcən keçmişlərin
hadisələrin danışır. İndi birdən bir sual verər bir nəfər ki, axı niyə görə Quranda elə Musa peyğəmbərin, Nuh peyğəmbərin, Şüeyb bu peyğəmbərlərin əhvalatını niyə görə danışır Quran? Məgər Quran tarix kitabıdır? Xeyr. Quran tarix kitabı deyil. Quran düsturul əməldir. Baxıb insan əməl eləməkdən ötürüdür. Quran insanların, İslamın konstitusiyasıdır, qanun kitabıdır. Quran belə bir kitabdır. Amma tarixi deyib üçün Quran nazil olubdur, hudən lil muttaqin. İnsanları hidayət eləməkdən ötürü. İnna ənzəlna ileykəl kitabə, biz sənə bu kitabı nazil elədik, lituxricən nasə minəz-zülümati ilən-nuri biizni rabbihim ilə sıratil hamid. İbrahim surəsinin əvvəl ayəsi. Biz bu kitabı nazil elədik sənə, niyə görə? İnsanları çıxardasan zülümatıdan nura, Allah öz Rəbbilərinin, pərverdigarlarının izni ilə onları doğru bəyənilmiş yola çəkib aparasan. Quran hidayət kitabıdır. Amma tarixi nəql eləyir. Niyə görə? Çünki insan keçmişindən ibrət alar. O bəzi şairlər deyir ki, insan gərək 2 dəfə yaşaya. Şairlərin şeirlərində var, insan gərək 2 dəfə yaşaya. Bir ömür yaşaya, təcrübə əldə eləyə, təcrübə eləyəndən sonra bir də doğula, ta o təcrübələrini tətbiq eləyə dünyada. Xeyr, bunu sən şair deyirsən, amma Allah deyir ki, mən sənin üçün kitab götürmüşəm, göndərmişəm, bax tarixə özün üçün nəticə çıxartginan. Ağa Əmirəl-Mömininin bir məktubu vardı, İmam Həsən əleyhissalama, Nəhcül Bəlağada o məktub var. Buyurur oradakı oğul, tarixə baxginan, gələcəkdən ötürü nəticə çıxartginan. Çünki tarix tovəmdir, ekizdir. Bir 10 il, 50 il, 100 il bundan qabaq nə olubsa, sabah da o şeylər baş verəcək. Tarix təkrar olandır. İnsan gərək tarixə baxsın, neynəsin? Özü üçün nəticə çıxarsın. Həzrəti Yusifin surəsinin axırında buyurur, o boyda Yusifin əhvalatını nəql eləyəndən sonra Allah Teala nə buyurur axırda? Buyurur ki, mən bunu, qəsəsi, bu əhvalatı nəql elədim ki, ağıl sahibləri ondan ibrət alsınlar. İbrətənli ulil əlbab. İbrət alsınlar. Niyə görə? Həzrəti Yusif aldanmadı o xanımın feylinə, o qadının feylinə aldanmadı. Aldanmadı, zindanı özü üçün ondan yaxçı bildi. Çün Allaha pənah apardı, biz də onu neynədik? Peyğəmbər qərar verdi və gətirdik, gəldik. Onun tarixini ən gözəl tarixlərdən qərar verdi. İnsan üçün bütün keçmiş nədir? İbrətdir. Bəs Allah Teala burada buyurur, Ad qovmundan, Hud qovmundan, filan bu qovmuların əhvalatını danışır, gəlir yetişir Həzrəti Nuhun əhvalatına. Misal üçün burada buyurur, və ca'a Firavunu və mən qəbləhu vəl-mü'təfikatu bil-xati'ə. Firavun gəldi və mən qəbləhu, Firavundan qabaqçılar, Səmud qovmi, Ad qovmi, filan qovmular, bunlar hamısı gəldilər vəl-mü'təfikat və mü'təkiflər gəldilər. Mü'təkif nəyə deyərlər? Mü'təkif ona deyərlər ki, şumlanıbdır. Yəni, alt-üst olubdur. Mü'təfik, misal üçün, Lutun şəhəri mü'təfikdir. Niyə görə? Çünki alt-üst oldu. Allah Teala əvvəlcən oranı, əvvəlcən bir zəlzələ elədi, hamısı dağıldı. Dağılandan sonra göydən bir dənə yağış yağdırdı ki, su yağışı yox. Bir daşlar idi ki, cəhənnəm daşlarındandı, düşürdü, partlayırdı, hər tərəfi yandırırdı. Sonralar alimlər oranı, bu arxitektorlar axtaranda deyirlər ki, burada neçə min illər bundan qabaq atom bombası partlayırdı. Bəli. Bütün məhv elədi onları. Mü'təfik ona deyərlər, bil-xati'ə. Xətanla gəldilər. Niyə görə? Çünki onlar xəta elədilər, günah elədilər. Bu günləri bizim cəmiyyətdə günahı görürsünüzmü?
5 dənə 10 dənə müsəlmanla olmaz axı. Cəmiyyət günah içərisində üzür. Haramı halal bilirlər. Haramı fəxr bilirlər özlərinə. Ondan özlərinə öyüd elirlər, öyünürlər, fəxr elirlər. Gör nə bir zamanda yaşayırıq biz. Fəəsəv rəsul rəbbihim. Öz pərverdigarlarının rəsullarına, elçilərinə üsyan elədilər. Fəəxəzəhum əxzətən rabiyə. Allah təbarəkə və təala da onları bir dənə tutmaqlıqla tutdu ki, hamısını neynədi? Məhv elədi. İnna ləmmə təqəl ma'u. Gələk Nuhun dövrünə eləyi ki, su tuğyan elədi, qalxdı. Həməlnakum fil cariyə. Biz sizi o gəmiyə mindirdik, Nuhun gəmisinə. Bütün bunların hamısı nədən ötürüdür? Linəc'ələha ləkum təzkirətən. Bunların hamısını biz nəql edirik sizdən ötürü ki, qərar verək sizdən ötürü təzəkkür, düşüncə və tə'iyyəha üzünün vaiyə. Üzünün vaiyə ola sizdən ötürü. Üzünün vaiyə nəyə deyərlər? Bir dəfə var, bizdə də bir misal var. Deyir, bu qulağından alır, o biri qulağından buraxır. Bəzilərdə var ki, xeyr, alır, amma hamısını buraxmır. O faydalı olanları saxlayır, faydasızlarını ona sərf eləməyənləri buraxır, çıxır gedir. Amma üzünü vaiyə ona deyərlər ki, hər iki tərəfdən qəbul eləyir və onu qəlbinə çöktürür, əzbərində saxlayır, həyatında tətbiq eləyir. Gərək elə ola mümin. Üzünü vaiyə ola. Sələvat zikr eləyək. Və kuntum əzvacən səlasəh. Pəs siz 3 dənə taifə olacaqsınız. Fə əshabul meymənəti ma əshabul meymənə. Bəs bir iddə sağ tərəfin adamları olacaq. Nə gözəldir sağ tərəfin adamları. Və əshabul məşəmə. Və əshab-ı məşəmə olacaq sol tərəfin adamları. Ma əshabul məşəmə. Nə pisdir o əshab-ı məşəmənin. Əshab-ı çətindir ora, Allah qorusun bizdən. Və bir də vəs-sabiqunə sabiqun. Bir də olacaq sibqət eləyənlər, birincilər, əvvəlincilər. İndi bu əvvəlincilərə Allah Taala bir dənə nişan verir. O nişan nədir? Ülaikəl müqərrəbun. Onlar müqərrəblərdilər. Müqərrəb kimlərdir? Müqərrəb bax, Allaha yaxın olanlar. Biz namaz qılırıq, nədən ötürü? Qurbətənlə Allah, Allaha yaxın olmaqdan ötürü. Başqa məqsəd yoxdur ki. Oruç tuturuq, Allaha yaxın olmaqdan ötürü. Qur'an oxuyuruq, Allaha yaxın olmaqdan ötürü. Mərsiyə oxuyuruq, əzada iştirak edirik. Bunların hamısı Allaha yaxın olmaqdan ötürüdür. Başqa bir məqsəd yoxdur. Burada bir qazanc məqsədi yoxdur. O namazda bir qazanc məqsədi yoxdur. Orucda bir qazanc məqsəd, heç bir məqsəd yoxdur. Elə deyilmi? Fəqət bunlar həccə gedirik. Nədən ötürü? Allaha yaxın olmaqdan ötürü. Bütün bunlar hamısı qurbətən ilallah olur. Amma Allaha yaxın olan şəxsləri ki, Allah təbarəkə və təala onları özünə yaxın edibdir. Bir dəfə var müqərrib, bir dəfə var müqərrəb. Fərqi vardı bunlarda. Müqərrib odur ki, yaxınlaşan Allaha. İndi biz bu ibadətlərlə nə qədər yaxınlaşsaq müqərribik. Yaxınlaşdırmışıq özümüzü Allah. Bir dəfə də var müqərrəb, yəni Allah onları özünə yaxın eləyibdir. Onlar kimlərdir? Şübhə yoxdur ki, 14 məsumdur və ənbiya əleyhümüssəlamlardır. Bunlar müqərrəblərdilər. Bəs sabiqunə sabiqun, sibqət eləyənlər. İndi bu sibqət eləyənlər kimlərdir? Yəni əvvəlincilər. Əvvəlinci kimdir? Bəziləri deyiblər ki, imanda əvvəlinci, bu ayənin təfsirində, müfəssirlərin sözünü deyirəm. Müfəssirlərin bəziləri deyiblər ki, onlar o kəsləri ki, ilk dəfə iman götürüblər, əvvəlinci iman götürüblər. Bəziləri deyiblər əvvəlinci namaz qılan, bəziləri deyiblər əvvəlinci cihad eləyən, bəziləri deyiblər əvvəlinci hicrət eləyən, bəziləri deyiblər bütün xeyrat işlərində müqəddəm olanlar, əvvəlinci eləyənlər.
Bunların hamısı misdaqdır bu ayə-i şərifəyə. Bəlkə ümumi bir məfhumu vardı. Yəni bunların hamısı cəm ola bir kəsdə. Baxaq görək əvvəlinci iman götürən kimdir? Həzrət Əli əleyhissalamdır əvvəlinci iman götürən. Hicrətdən 13 il qabaq, ammu fildən, fil ilindən 40 il keçmiş, Ağa Rəsulullah sallallahu aleyhi və səlləm Rəcəb ayının 27-sində Peyğəmbərliğə məbus oldu. Elə haman gündə Rəcəb ayının 27-sində Həzrət Əli əleyhissalam üstündən bir saat keçməmişdi. Həzrət Əli əleyhissalam Peyğəmbərə beyət elədi, ona iman gətirdi. Heç o qədər keçməmişdi üstündən. Çünki içərdi, çölə çıxan kimi dedi, Əşhədü ənnəkə Rəsulullah. Mən şəhadət verirəm ki, sən Allahın Rəsulusun. Dedi, hardan bildin? Dedi, eşidirdim səsini Cəbrail. Əvvəlinci iman gətirən kimdir? Həzrət Əli əleyhissalamdır. Ağa Rəsulullah sallallahu aleyhi və səlləm xanım Fatimə-i Zəhra salamullah aleyhanın əqdini cari eləyəndə əyləşmişdi, buyurdu ki, xanıma gəl qızım, canım sənə fəda olsun, mənim cigərim, gözümün nuri, qəlbimin meyvəsi, gəl əyləş balam. Gəldi əyləşdi, buyurdu Həzrət ona ki, səni bir dənə kişiyə ərə verirəm ki, əvvəlinci mənə iman gətirəndir və məni tanıyandır və əvvəlinci mənə kömək eləyəndir. Ağa Rəsulullah sallallahu aleyhi və səlləm meyrac eləmişdi. Ərşi gəzirdi. Ərşi gəzir. Ərşi ilahini gəzir. Ağa Rəsulullah gəldi, yetişdi Lovh-i Məhfuza. Lovh-i Məhfuz nədir? Lovh-i Məhfuz bu cavan uşaqlar bilməzlər. Hərçənd ki, heç qulaq da asmırlar. Lovh-i Məhfuz bir şeydir ki, Allah təbarəkə və təala bir kitabdır, nurdan yaranıbdır. Lovh-i Məhfuz, Həzrət Rəsul Əkrəm sallallahu aleyhi və səlləmin nur-i mübarəkindən yaranıbdır. Bir kitabdır, bir də qələm var orada. O qələm, o kitabda yazıbdır, həyatda nələr olacaq, nələr yaradacaq Allah. Hamısını yazıb orada. Qur'an-ı Kərim də oradadır. Hər bir şey oradadır. Əvvəlinci səhifəsində yazılıbdır. Həzrət Rəsul Əkrəm əvvəlinci səhifəsini oxudu. Yazılıb orada. La ilahə illallah Muhammedun Resulullah və əyyədəhu bi Aliyyə ibn Əbi Talib. La ilahə illallah ma'lum Muhammedun Resulullah ma'lum və əyyədəhu bi Aliyyə ibn Əbi Talib və qudrətləndirdi, qüvvətləndirdi Peyğəmbəri Muhammedi Aliyyə ibn Əbi Talibin vasitəsilə Həzrət Əli əleyhissalamı ona köməkçi qərar verdi. Bütün işlərində Həzrət Əli əleyhissalam Peyğəmbərin vəziri idi və xəlifəsi idi bila fəsl. Salavat zikr eləyək. Bəs imanda birinci, namazda Həzrət Əli əleyhissalam birinci, elə haman gündən başladı Həzrət Əli əleyhissalam Peyğəmbərin arxasında iqtida elədi namaz qılmaqlığa. Ağa Rəsulullah qılırdı, Həzrət Əli əleyhissalam da ona iqtida edirdi. 6 il Həzrət Əli əleyhissalam namaz qıldı. Bir də xanım Xədicə-i Kübra salamullah aleyha bir nəfər olsun namaz qılan yox idi onlardan başqa. 3 nəfər namaz qılırdı. Peyğəmbər və bir də Əli əleyhissalamla Xədicə-i Kübra salamullah aleyha. Bunlar namaz qılırdı. Bir tarix 7 ildir, bir tarix 6 ildir. Bəs kimdir əvvəlinci namaz qılan? Əvvəlinci cihada gedən kimdir? Əvvəlinci oruç tutan kimdir? Əvvəlinci xeyr-əməllər eləyən kimdir? Aya xeyr-əməl buna yetişər ki, ya Həzrət Əli əleyhissalamın haqqında Resul-i Əkrəm sallallahu aleyhi və səlləm buyurur ki, Zərbətu Əliyyin yevmə xəndəq əfzəlu min ibadətis səqələyn ilə yevmil qiyamə.
Əlinin bir dənə vurduğu qılınc Əmr ibn Əbdəvidə Xəndəq müharibəsinin günündə əfzəldir. İnsanların və cinnilərin qiyamətə qədər elədiyi ibadətlərin hamısından. Bundan artıq xeyrə yetişmək olar. Aya bu cürünə kişini qoyub, gedənlər başqasının qapısına. Nə qədər məzlumdur Həzrət Əli əleyhissalam. Nə qədər zülm olunubdur ağa əmirəl-müminə. Nə qədər haqqı tapdalanıbdır, haqqını əlindən alıblar ağa əmirəl-müminin. Rivayətlərinə baxaq bu ayə-i şərifənin. Rivayətdə İbn Abbas, böyük mühəddisdən 2 dənə rivayət nəql edeyim. İbn Abbas deyir ki, Əs-sabiqu hazihil ümmə Əliy ibn Əbi Talib. Bu ümmətin sabiqi, yəni sibqət eləyən birincisi Əliy ibn Əbi Talibdir. Və sonra buyurur, bir başqa bir rivayətdə, Musa Peyğəmbərin ümmətinin sabiqi Yuşa ibn Nundir. İsa Peyğəmbərin ümmətinin sabiqi sahibi Ali Yasindir. Yasin surəsinin sahibi ki vardı, Həbib-i Nəccar və Câə min əqsəl mədinəti rəculun yəs'a oxuyuruq. Yasin surəsində haman o kişi ki öldürdülər onu. Və Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin ümmətinin sabiqi Əliy ibn Əbi Talibdir. Bunlardır. Bir günləri Həzrət Rəsul Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm buyurdu ki, xoşa sabiqinlərin halına ki, onlar qiyamətin günündə ərşin kölgəsində olacaqlar. Sual elədilər, ya Rəsulallah, kimdir sabiqlər? Sabiqinlər kimlərdir? Həzrət Rəsul Əkrəm sallallahu aleyhi və səlləm buyurdu ki, zamanı ki onlara haqqı verildi, onu inkar eləməzlər, qəbul edərlər. Haqqı gəldi qabağa, ziyanlarına da olsa, zərərlərinə də olsa qəbul eləyərlər. İndi görürsən bir adamın səhvini deyirsən, deyir, yo, mən belə deməmişəm ki. Amma haqqı deyiləndə qəbul eləyirlər. Sözün düzün qəbul eləyərlər. Əməlin düzün qəbul eləyərlər. İnad eləməzlər ki. Haqqa təslim olmaq lazımdır. Əgərsi də sənin zərərvədir, ziyanıvadır. Bəs hər bir zaman haqq onlara gəldi, verildi, onu qəbul edərlər, inad eləyib, inkar eləməzlər. Haqqı inkar eləməzlər. İkincisi, onlardan haqqı soruşulsa, deyərlər haqqı. Əgərsi də öz zərərlərinədir. Əgərsi də öz ziyanlarınadır. Və la təktumuş şəhadətə və mən yəktumha fə innəhu asimun qalbuh. Ayə-i şərifə Bəqərə surəsindədir. Və la təktumuş şəhadə. Şəhadəti heç vaxt ketman eləməyin. Həqiqəti aşkar deyin, gizlətməyin həqiqəti. Hər kəs onu gizlətsə, hər kəs şəhadəti gizlətsə, həqiqəti gizlətsə, fə innəhu asimun qalbuh. Ki o qəlbində böyük günah eləyibdir. Əlin günahı belədir ki, keçirlər. Tövbə elərsən, keçirlər. Gözün günahı belədir, keçirlər. Qulağın günahı belədir, dilin günahı belədir. Amma qəlbin günahı çətindir. İnnəs-səm'ə vəl-fuad vəl-bəsərə vəl-fuadə kânə məs'ula. Qiyamətin günündə gözdür, qulaqdır, qəlbidir, soruşulacaq. Allah rəhmət eləsin, Füzuli rəhmət deyir. O deyir ki, tövbə qıldı, bir günah etmişdisə, qəlbim mənim bilmiş o səhv-i xətasın, əffi qılıb o müştəri. Allah rəhmət eləsin, ruhuna salavat zikr eləyək. Üçüncü, Həzrət buyurur ki, və izə yəhkumunə linnâsi yəhkumun
kəma yəhkumuna li anfusihim. Onlar əgər insanların arasında hökm eləməli olsalar, sabiqinlər, necə ki özlərindən ötürü hökm eləyərlər, elə cəmaat üçün də o cürünə hökm eləyərlər. Yəni özlərinə nə qıysalar, cəmaata da qıyarlar. Özünə qıymadığını cəmaata qıymaz. Bu cürünə hökm eləyərlər insanların arasında. Bir günləri Həzrət Əmir əleyhissalam xanım Fatimə-i Zəhra salamullah aleyha ömrü boyu Həzrət Əli əleyhissalamdan heç nə istəməyib. Hətta evdə çörək olmayıb, xanım deməyib ki, ya Əli evdə çörək yoxdur. Deməyib ona çörək al götür. Heç bir şey istəməmişdi ondan. Bir günləri xanım xəstələnmişdi. Həzrət Əli əleyhissalam gəldi, əyləşdi başının yanında. Dedi ki, ya Fatimə, bir şey istə məndən. Nə istəyirsən, götürüm səndən ötürü. Xanım baxdı ona, dedi, ya Əli, heç bir şey istəmirəm. Amma birdən bir nar olsaydı, yeyərdim, qəlbim sərinlənərdi. Ağa Əmir əl-Möminin qalxdı ayağa, getdi bazara. Fəsli döyürdü narın, ənar fəsli döyürdü. Getdi bazara, ora baxdı, bura baxdı, ondan soruşdu, bundan soruşdu, nar yoxdur. Axırda dedilər, ya Əli, filan Yəhudinin nar bağı var, ola bilər onda olsun, bir ondan soruş. Getdi Əmir əleyhissalam onun qapısına, döydü qapını, çıxdı bayra. Ya Əli, sən niyə gəlmirsən mənim qapıma? Sənə qurban olum. Niyə gəlmirsən? Həzrət Əli əleyhissalam buyurdu ki, eşitmişəm sənin nar bağın var deyə, bəlkəm dedim səndə bir nar ola xəstəm vardı, aparacağam. Dedi, ya Əli, təkcə bir dənə narım qalıb, onu da verim sənə. Getdi, götürdü, gəldi, verdi Əmir əl-Mömininə. Həzrət Əli əleyhissalam onu qoydu əbanın altına. Sevincək gedir xanım Fatimə-i Zəhra üçün. Nar aparır ki, bir dəfə həyatında bir şey istəyib məndən. Qoy aparım, verim narı ona. Bir xərabənin qapısından keçirdi. Gördü bir inilti, bir zarıltı səs gəlir. Həzrət daxil oldu xərabəyə, gördü bir nəfər kördü. Əli ayağı şikəst oturub xərabədə. Nə olub sənə, niyə ağlayırsan, dedi, ya Əli, xəstələnmişəm, pərəstar eləyənim yoxdur, mənə bir baxan yoxdur, ya Əli. Həzrət Əli əleyhissalam nəvaziş elədi, dedi, xətrin nə istəyir? Dedi, ya Əli, ürəyim pişib istidən bir nar olsaydı yeyərdim, qəlbim sərinlənərdi. Ağa Əmir əl-Möminin bir baxdı ona, bir baxdı xanım Fatimə-i Zəhraya. Dedi, subhanallah, aldı narı böldü. Böldü yarısını. Ditdi, gilələdi, verdi ona. Verdi ona. O fəqir yedi o narı. Dedi, indi necəsən? Dedi, çox sağ ol Əli. Yaxşıyam. Amma elə hamısını versəydin, daha yaxşı olardı mənim üçün. Ağa Əmir əl-Möminin o biri hissəni də verdi ona. Durdu ayağa, indi bir ayağı dal, bir ayağı qabaq. Axı yoxdur. Heç bir yerdə də yoxdur ki, gedib ala, evə getməyə utandı, gəldi məscidə. Gəldi, oturdu məsciddə, ibadət elədi, Quran oxuyur, zikr eləyir. Axşam oldu, naçar, evə getməlidir. Gəlir, utana açdı qapını, daxil oldu içəri. Xanım Fatimə-i Zəhra görən kimi onu dedi, ya Əli, çox sağ ol, təşəkkür edirəm səndən. Dedi, niyə ya Fatimə? Dedi, o bir təbəqlə narı göndərmişdir. Və sabiq-i bu ümmət ki, Əmir əl-Möminindir. Ağa İmam Hüseynin də bir sabiqi var idi. Ağa İmam Hüseyin əleyhissalamın əskərlərinin içərisində sabiq var idi. Hamısından müqəddəm getdi, o şəhadət şərbətin içdi. O da Əli Əkbər əleyhissalam idi. Əli Əkbər əleyhissalam ən birinci getdi cihada. Hətta bir arada qayıtdı. Qayıtdı, gəldi, ərz elədi ki, atacan, əl-ətəş, əhləkəniyəl-ətəş, ətəş məni öldürdü, həlak elədi. İmam Hüseyin əleyhissalam buyurdu, oğul get cəddün sənə su versin. Yəni bu nə deməkdir? Get daha bir də qayıtma, get şəhid ol oğul. Get, sən gərək sabiqindən olasan, müqərrəblərdən olasan. Odur ki, getdi bir vaxt gördü ki,
İmam Hüseyin aleyhisselam dayanıb Negaran baxır bir vaxt gördü ki, Esselamu aleyke ya Əba Abdillah, əbətə salam olsun sənə. Ağa özün yetirən də gördü, para doğrayırlar Əliyə. Baxdı, İmam Hüseyin aleyhisselama tərəf gülümsədi. O para minlərlə qılıc dəymişdi Əliyə Əkbərə, yüzlərlə, minlərlə qılıc dəymişdi. O qılıcların əsəri əsər eləmirdi Əliyə Əkbərə. Baxdı, gülümsədi İmam Hüseyin aleyhisselama, ərz elədi ki, əbətə, Cəddim Resulullah mənə bir cam su verdi ki, ondan sonra daha bir susuzluq yoxdur. Bəs o cami o meyl elədi, şərbəti meyl elədi, ölüm, şəhadət şərbətini ilk olaraq sabiqinlərdən oldu. Əla lə'nətullahi aləl qovmi zalimin və səyə'ləmullezine zələmu əyyəmun qələbi yənqəlibun. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأجل الأعز الأكرم وبالحسين يا الله يا الله يا